bizdən sonra gələn nəsil, mən tələbələrə deyirəm ki, yəni bizim qoy milli musiqimizi, muğamlarımızı, bax bayaq qeyd elədi bizim alimimiz ki, o şöbələr var. Şöbə, məsəl üçün, şöbə nədir? Şöbə deyəndə böyük həcm deməkdir. Amma güşə kiçikdir. Yəni o şöbələrin özlərinin adları var. Yəni o güşələrin adları var, o keçidlər var, o ayaqlar var. Yəni onları elə bir ki, necə qapıdan girirsən, qapıdan girəndə qapıdan da çıxmaq lazımdır da. Amma bəzən qapıdan girirlər, pəncərədən çıxırlar. Bax, mən onu istəmirəm. Bizim gənclərimizə istəyirəm ki, qoy bizim muğamlarımızı savadlı şəkildə öyrənsinlər, savadlı şəkildə oxusunlar və o... Yanaşı, mən həmişə bir sözüm var. Azərbaycan muğamı, məsələn, indi Sovetlər Birliyində deyək də, Azərbaycan muğamının inkişafı Bakı kəndlərindən asılı oldu. Bakı kəndlərində muğamı o qədər diqqətli qəzəliyyatına, onun oxumaq tərzinə, muğamlara, ora həqiqətən bir məktəbidir. Çünki mən də Məşdaqiyə tez-tez gedirdim, əmim oğlu orada yaşayırdı və mənə də toylara apardı.